Selamünaleyküm, hardayam, Atiyalındayam. Bakı Şamaxı yoluna 500 metr məsafədə, yer ideal. Marşrut yoluna 50 metr. Bakı Kupça 2 mərtəbə axtardınızsa, daha axtarmağa dəyməz. Gördüyün ünvandayam. Yəni bugünkü gündə sənədli sübutlu ev, yola yaxın. Marşruta buradan maksimum 50 metr məsafədədir. Bir dənə evdən tanış olar, yəni kombo otağına qədər hər şey fikirləşib. İstəsə navesi də qurub, deyir hazırlamışam yeri. Navesi də düzəldib, qabağın havayla navesi. Onu da verəcəm içində. O da problem deyil. Yəni qiymətinə görə həqiqətən gözəl variantdır. Pəncələrin, bütün pəncələrin raşitkalarına qədər qoyulub. Buradan gəldik. Baxın, pilləkən necə zövqlə yığılıb. İşıqlar hamısı düzəldilib. Buradan gəldik. Bir dənə burada geniş zalıdır. Yəni görürsünüz, ölçülər çox yaxşıdır. Qiyməti də yaxşıdır. Otaqların ölçüləri genişdir. Yəni qiymətinə görə bugünkü gündə əla variantdır. Qazı, işığı, suyu, yəni şortikləri, mərkəzi kanalizasiyası. Yəni burada yaşayış üçün hər şey var. Mətbəx mebelinə qədər hazırdır. Yüz sürülərinə qədər qoyulub. Görürsünüz, qəşəng bir mətbəxdə ölçüləri çox yaxşıdır. Hamam sanuzeli tam təmirli, duş kabininə qədər bütün aksesuarları hamısı qoyulub. Qiyməti haqqında da məlumat zəng eləyərsiniz deyərəm. Qiymətdə də indirim olunur. Baxıb 2-ci mərtəbədən tanış olacaqdır. Buradan gəldi. Pilləkənli qəşəng özdən işlənir. Həqiqətən çox səliqəli. İpoteka yolu ilə ala bilərsən buranı. Yəni əlində rahatlıqdan 30 min zad varsa, buranı rahatlıqdan ipoteka yolu ilə ala bilərsən. Çünki sənədləri tam qaydası var. Bir dənə burada çox böyük zalıdır. İstəsən yataq otaqda belə eləyə bilərsən, zal kimi istifadə edə bilərsən. Yəni çox genişdir. Buradan forma balkon oxudur. Yan-yana 2 dənə evdir. Hərəsinin ayrı-ayrı qiymətləri var. Qiymət haqqında məlumatı zəng eləyin. Biri biraz ondan aşağı qiymətədir. O sot yarım içindədir. Bu 2 sotun içərisindədir. 2 dənə də böyük yataq otağıdır. İndi oranı çəkmirəm. Yaşayış var deyə. Yəni inşallah gələndə özü də baxa bilərsiniz. Yəni qiymətlər idealdır. Qiymətdə də indirim olunur. İpoteka yolu ilə ala bilərsən. Qohumsansa, qardaşsansa 2 evi birdən almağa daha sərf edir. Daha münasib qiymətə verilə bilər. Sağ olun.